Salam hörmətli izləyicilər, xoş gördük sizi kanalımızda. Bu günləri mən sizə qışlıq xiyar turşusunun hazırlanmasını öyrədəcəm. Bunun üçün bizə nə lazımdır? Demək, təmiz yuyulmuş, suyu qurumuş xiyar, kərəvüz, sarımsaq, dəfnə yarpağı, sarı şüd, duz, bir də 70%'dir yuksuz lazımdır. Əvvəlcə nə edirik biz? Bu dediyim kimi hamısını yuyub qurutmuşam. İndi biz bunları bir-bir qablayacağıq. Bir də duz. Dediyim kimi əvvəlcə bankamızı götürürük. 2 qaşıq belə dolu qaşıq bankamıza duz dökürük altından. Belə. Sonra isə bunların içərisinə biraz dəfnə yarpağı, kərəvüz, və sarı şüd altından tökürük. Hamısından tökürük ki tamı yaxşı çıxsın. Bir də 1-2 diş sarımsaq toyuyuruq. Belə etdikdən sonra demək xiyarlarımızı bax belə başını, bir də ayağını, başını, ayağını belə kəsirik ki bunun belə havası çıxsın. Onda xiyarımız nə atmır, qışa çox gözəl qalır. Demək belə kəsdikdən sonra biz bunları bir-bir qablayırıq. Bankamıza qablayırıq. Bax belə. Dediyim kimi altdan hamısını tökmüşəm. Duzunu, kərəvüz, şüyüd, sarımsaq. İndi bax bunları beləcə qablayırıq. Demək bunları qabladıqdan sonra biz bunun esensini tökürük və aparıb bir 15-20 dəqiqədə ayrı bir qazanda qaynadırıq. Belə qablayaq. Gördüyünüz kimi belə bir qatını qabladıqdan sonra biz bunun arasına biraz şüyüd qoyuruq. Yenə də laylay şüydümüzü qoyuruq. Sonra sarımsaqlarımızı belə toyuyuruq. Aralarına tam verməkdən ötürü belə. Sonra kərəvüzümüzü qoyuruq. Güllərimizdən belə hamısını aralarına qoyuruq ki qəşəng tam versin. Belə qabladıqdan sonra dəfnə yarpağımızdan qoyuruq. Belə öz zövqünüzə görə bəzəyə bilərsiniz. Demək beləcə qabladıqdan sonra bütün hamısını laylay yığdıqdan sonra yenə ikinci qat xiyarlarımızı başını doldururuq. Belə.
belə sıx doldurun ki, bu qaynayanda aşağı düşür. Belə, əgər yerə düşmürsə, belə kəsib qoya bilərsiniz. Demək, sonra yenə belə şüydümüzün son tipindən bu aralarına doldururuq. Belə dəfnə yarpağımızdan qoyuruq. Belə arasına. Kimi belə aralarına doldurun ki, boş qalan yerlərində bu göylərimiz olsun. Həm tam vermək üçün, həm yaxşı görsənmək üçün. Kərəvüzümüzdən də qoyaq. Biraz da sarımsağımızdan. Beləcə qavladıq. İndi biz bunları gördüyünüz kimi belə qavladıqdan sonra biz bunlara qaynamış çaynikimizdən su tökəcəyik və hardasa da bir 10-15 dəqiqə qaynadacağıq. Dediyim kimi duz da bax bu duzdan istifadə edin. Bu duzdan belə və bir də 70%'de iksuzdan hərəsinə bir qaşıq tökürük. İndi biz bunlara dediyim kimi hərəsinə belə bir dolu xörək qaşığı 70%'de iksuz tökürük və çaynikimizdə orada qaynayır. Belə tökdükdən sonra demək qaynar suyu az tökürük ki, bankamız çatlamasın. Belə qaynanmış sudur. Az tökürük, bankamız isinsin. Demək, ayrı bir yekə qazanda da su qoymuşam. İndi aparıb onun ilıq suyun içine qoyacaq. Çox isti olmaz. İlıtmışam suyu. O suyun içərisinə qoyub, demək göylərimiz, xiyarımız saralana kimi qaynadacaq. Hardasa qaz güclü olanda bir 20 dəqiqə zada saralır. Zəif olanda isə biraz uzun çəkir. İndi bunları ağzına kimi doldururuq belə. Aparıb indi ilıq suyumuzun içərisinə qoyub qaynara düşəndən sonra hardasa 15-20 dəqiqə qaynadırıq. Saralana kimi də elə ki saraldı, çıxardırıq. İndi aparaq qazanımıza qoyaq. Dediyim kimi qazanımızın altından da bir marla salmışıq ki qırılmasın. Demək ilıq sudur. Bunun da altı çox sinməyib. Belə suya salıb çıxardırıq ki altı isinsin. Belə qoyuruq. O birisini də gətirib qoyaq və qaynara düşəndən sonra baxarıq. 15-20 dəqiqə sonra saralacaq xiyarımız. Onu da götürə bilərik. Gördüyünüz kimi qaynara düşdükdən
15 dəqiqə sonra bax beləcə xiyarlarımız saraldı. Biz hələ bunların qapağını bağlamamışıq. Çünki bir 5 dəqiqə, 3 dəqiqə belə saxlayırıq. Bunun suyu düşür bura. Həm havası çıxır, həm də suyu düşür bura. Sonra bunun üstünə qaynanılmış adicə su tökürük. Çünki də boşda qalmasın, başdakı xiyarlar susuz qalmasın. Çünki xiyarın belə fırlayırıq. Bunun bütün fikir verirsiniz, qabarcıqları çıxır hamısı. Havası, qabarcığı çıxır. Belə. Sonra isə bunu biz bağlayacağıq. Hardasa bir 5 dəqiqədən sonra suyu düşəcəkdir belə burasına. Onda biz bunu bağlayacağıq və ağzı üstə qoyacağıq. Bir gün elə qalacaq, sonra sabah qaldıracağıq yuxarı və sərin bir yerə qoyacağıq. Bu qədər. Əgər xoşunuz gəldisə, like qoymağı unutmayın. Kanalımıza abunə olmaq üçün bizə dəstək olmağı da unutmayın. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.